Dəyərli dostlar, 2025-ci ilin istehsalı olan və Orbis kolleksiyasına aid olan çay tikanı ətri var. Şəxsən bu ətrə mən özüm valeh olmuşam və bu ətir demək olar ki, bizdə olan heç bir ətrə not belə oxşamır. Və bu ətrin ideya müəllifi Ətirşah Parfüm şirkətinin brend direktoru Cəlal bəydir. Cəlal bəy, bu ətir necə ərsəyə gəldi? Bunun fəlsəfəsini necə düşündünüz? Uşaq vaxtı biz Şamaxının Dəmirçi kəndindəyik. Orada çayın içində bir qıraqlarda çay tikanı olur. Bu kol kimi bitir də? Kol kimi bitir, üzərində bəli meyvələr olur, belə deyək. Və biz onu yığırdıq, mət halına gətirirdik. Və onu qışda limonad kimi bir qaşıq ondan bir stakana da barjon su ilə əlavə edib qarışdırıb limonad kimi içirdik. Bu atamdan elə bir ki, mənə qalan bir yadigar kimi histir. Və ideya buradan yarandı. Açığı atamın uşaq vaxtı bizə hazırladığı o limonad, biz istədiyimiz, həmən o uşaqlığında istədiyim meyxoş, nə şirindir, nə turşdur, tam meyxoş dediyimiz bir gözəl qoxudur. O qoxunu mən aldım. Yəni çox insan da sizin kimi bəyəndi bu ətri. İnanırıq alıcılarımız, Ətirşahı bəyənirlər, gəlib bu ətlə ən azından baxacaqlar bizim butikdə. Təşəkkür edirəm. Şübhəm yoxdur ki, bu ətri çox insan bəyənəcək. Sağ olun. Sağ olun.